Video çəkirəm. Dedim bu bəbəşi də bura düşürdüm. Amma çox həyasızdır. Dedim hava alsın gör. Bu pişik bizə necə qorxudur. Sizə danışacağım indi bu dəqiqə. Üzünə də baxın. Salam dəyərli izləyicilərim, kanalımıza xoş gəldiniz. Necəsiniz? Ümid edirəm ki, hər biriniz yaxşısınız. Burada manqal eləyirik. Bu kanal üçün də çəkim dedim. İndi uzun o biri kanalda estetik halda görəcəksiniz. Amma arxa planda biz bəbəşlə istəyirik ki, o da hava alsın. Biraz belə vurnuqdu, daha sonra yatdı amma. Hava əladır. Yaxşısı oldu. İndi bacınız bunları gözləyir. Elə bilməyin ki, mən yemək bişirmirəm. Bunları ayırıb ki, mən üçün deyir ki, sən də manqal salat eləyərsən. Şef bizə də iş verib. Burada manqal salat eləyirəm o bir video üçün də, kanal üçün. Qabıqları belə atıram bura. Amma arxa planda bilin ki, mən bu qabıqları yeyirəm. Çünki çox xoşum gəlir. Yoldaşım dedi ki, biraz kebabdan daddıraq da ona da. Birdən iyi gələr. Biraz verməyin də. Biraz yaxınlaşdı da ama biraz. Görək özümə. Əllərini. Deməli bugün saat artıq 1-ə işləyib o biri kanal üçün video çəkmişik. Saat hardasa 2-3 saatdır ki, çöldəyik, bayırdayıq, video çəkirik. Video çəkdiyim gün ev məhv olur. Çünki bayıra daşımaq, istəyir evdə olsun, istəyir bayırda olsun, fərq etmir. Çünki neçə saat keçir, həmən saat ərzində də evlər məhv olur. Mən vaxtı da gah uşaqla maraqlanıram, gah da ki video çəkirəm. Elə olduğu zaman da ki, evlə maraqlanmaq olmur. İpdən paltarları yoldaşım video çəkirdi, elə götürüb atıb divanın üstünə. Düzdür, burada hədsiz dərəcədə yorğunam, amma düşündüm ki, elə paltarlıyam, paltarımı dəyişməmiş. Daşım da evdə olmuşkən ondan xahiş elədim ki, uşağı saxlasın. Çünki evə əgər mən indi bugün evi gecə də olsa təmizləməyib yatsam, sabaha artıq bizi video çəkə bilmərik. Həm də son zamanlar beləyəm ki, hər yer dağınıq olanda yata bilmirəm. Həmən günü çox narahat oluram. Ona görə də düzdür, gecə adam yorğun olsa da, bir saat da heç olmaya ayırsan evə rahat olur da. Yəni həmən günü çox rahat yatırsan, həm də ki səhər oyananda bilirsən ki, bütün işlərin həll olur. Həm də inanırsınız, mən əgər saxlasam, çünki baxın, əgər manqal videosu çəkiriksə, setkası var, onun şişləri var və yaxud sac var. Onlar hamısı yuyulmalıdır. Evdəki qablar yuyulmalıdır. Şkafın üstünü siləndə yadıma düşdü ki, bugünkü dərmanlarımı da vaxt eləyib içə bilməmişəm. Elə əlim dəymişkən onları da götürüm içəm. Məktəbdən gəlib necə varsa elə də atır paltarların. Sumkasını yığmalıyam sabah üçün. Sumkası elə bir halda olur ki, yəni dəhşət, nə qədər deyirəm də yenə də özünə qoyulmur. Ən əsası odur ki, axşamdan Hüseynin paltarlarına baxanda təmizdir və yaxud da çirklidir. Onlara baxanda rahat olurum. Sumkasına baxanda, sumkasında nələr çatmır və yaxud yemək qabısını yuyanda, hamısını eləyəndə rahat yatıram. Soruşmasan demir ki, nəyim çatmır, qayçım itib və yaxud qələmim itib. Soruşandan sonra deyir ki, hə ana düz. Bu papağın halına baxın. Peçenyelərlə bir. Elə bir papaq illərdir yuyulmuyor. Papağa teflon atıb elə bir. Hər gün belə olur. Hər gün danlayıram, hər gündə eyni proses baş verir. Hansı ki məktəbdə nəsə yeyirsə, onun kağızını da sumkaya atır. Papağını da həmən şeylərin içərisinə atır deyə papaq hər zaman peçenye olur. Buradan elə şeylər çıxır ki, nə bilim, kukuruzun içərisindən çıxan rezinə qədər burada var. Hansı ki, flamasterlarında ağzını heç bir zaman bağlamır. Ona görə də quruyurlar. Belə yoxluyuram. Əgər ucu quruyubsa, içərisi yazmırsa, bir kağıza yoxluyuram, hamısını atıram. Hələ bir-iki dəfə olub ki, ürəyim partlamağa gəlib, az qala çirnel olub hər yer. Çirnelə üzü aşağı qoyub, nəsə yazmayıb, yəqin dişi ilə çıxardıb, nə olubsa, bütün kitabların yan tərəfləri çirnel olub. Düzdür, hirslənirəm, məsuliyyətli olsun deyə danlayıram, amma başa düşürəm ki, danlanan yaşı deyil. Düzdür, danlamaq lazımdır öz yerində, məsləhət vermək lazımdır. Amma ki, uşaqdır da, yəni qulaq asmır. Keçən dəfə də danlayıram, görürəm ki, sakit dayanıb qulaq asır, çünki bilir ki, mən haqlıyam. Axırda deyirəm ki, Hüseyin, düzüncə gözləyirsən ki, deyirsən ürəyindəki ana danışsın, qutarsın, sonra çıxım gedim, hə? Özündə gülməyi tutur. Deyirəm ki, uşaqlıqda mən də elə deyirdim, amma səhv eləmişəm də. Analar danlayanda özünə nəticə çıxartmaq lazımdır. Buranı ki, bitirdim ha, onun sumkasını ki, bitirdim. Həqiqətən elə bilirəm ki, dünyanın yükü götürülüb üstümdən. Əsas da gündəliyin yazanda o qədər rahat oluram ki, onların hamısını səhər etməliyəm. Səhər vaxtı da uşaq bir də görsən oyaq olur. Ona görə ağlaya-ağlaya qal. Baxın nə şirin olub. Mən də oraya cicərir. Digər videolarda göstərəcəm bunları. İndi də keçirəm mətbəxi təmizləməyə. Bu əslində belə əl blender almışdım, yadınıza gəlir Temudan. Onun üçün də amma bəbəş üçün burada qaynanmış su götürürəm buna.
Mətbəxə günorta gül kimi eləmişdim, çünki video çəkməmişik deyə qab çıxmamışdı. Amma video çəkəndən sonra elə bir dərəcədə pozulur ki, hər şey elə bil ki, nə zamandır qab falan yumuram. Yaxşı ki, yoldaşım evdədir, bunları təmizləyib yata biləcəm, yəni rahat yata biləcəm. Sabaha isə anam demişkən elə bil ki, kimsə onu sənin üçün eləyib. Yuxudan duranda elə bil ki, adam elə bilir ki, kimsə ona hədiyyə verib, mətbəx təmiz olanda. İndi də keçək qara pişiyin əhvalatına. İndi deyirsiniz ki, pişik yazıq heyvandır, onun nəyindən qorxursan, amma mən sizə demişəm yəqin ki, fobiyam var. Bütün heyvanlardan qorxuram. Qorxmuram, yəni acığım gəlmir, sadəcə belə ürpənirəm də. Nəysə, 2 gün əvvəl evə gəldik, gördük ki, həyət qapımız açıqdır. Yoldaşıma dedim ki, yəni evimizin qapısı. Yoldaşıma dedim ki, bir şey olmaz ki, pişik falan girməz ki. Dedi ki, yox, yəqin ki, girməz. Mən özüm də elə belə demişdim. Mən də bilirdim ki, pişiyin nə işi var bizim evdə. İnanırsınız, bir gün ərzində səhərdən axşama qədər o yataq otağında olmuşam. Hətta Hüseyn qapını bağlayıb, bütün günü yataq otağında oturub, iqra falan oynadığı olub. Yəni ki, oradan heç bir səs falan gəlmir. Yəni necə varsa elə. Axşam ki, saat 10 idi. Mənim dedim ki, yuxum gəlir, yata. Hamı da yatdı. Yatandan sonra hamı, mənim də qulağım elə yaxşı eşidir. O xırçıltı olsun, xışıltı olsun. Çox yaxşı eşidir də qulağım axşamlar. Yəni ki, evə sıçan gəldiyi də olub, çıqqıltı xışıl, balaca belə xışıldayıb, onu belə eşitmişəm. Əgər bizim yataq otağından zərrə qədər belə səs gəlibsə, yəni o qədər xışıltı, xırçıltı yoxdur da, yəni heç bir səs belə yoxdur. Evimiz də çox sakit olurdu. Yəni sırası eşidərəm də bir şey olsa. İndi hamı yatıb, mən də yatmağa çalışıram. Elə yorğun idim, dəhşət yorğun idim. Gördüm ki, bir dənə səs gəldi. Miau, yavaşca belə. Elə qəribə oldum ki, dedim ki, ay Allah, bu səs çox yaxından gəldi. Axı dik atıldım yerimdə, qulaq verməyə çalışıram ki, yəni bu səs çox yaxından gəlir. Hardasa yəni elə bir ki, yanımda bir yerlərdədir. Nəysə, dedim ki, yox, yəqin ki, pəncərənin çox ağzındadır. Bizim evdə balacadır da, yəqin ki, elə pəncərənin ağzında yatırıq deyə, yəni oradan eşidirəm. Başımı qoydum yerə, ölürəm yorğunluqdan. Gördüm ki, yenə də heç bir xışıltı falan yoxdur. Yenə dediyim kimi, sadəcə yavaşca miau 2 dəqiqə elədi. Oca dedim ki, yox, düzdür, yoldaşımı durğuzmağa ürəyim gəlmirdi, işə gedəcəkdi deyə. Amma dedim ki, ürəyə gəlməmək söhbəti yoxdur. Özdə acığı gəlir, durğuzanda sonra yata bilmir. Götür-qoy elədim ki, yox, belə acığı gəlsə belə, yəni oyatmalıyam. Bir dəfə yadıma gəlir, onun sıçanı üçün belə oyatmışdım. Deyirdim ki, sıçan var evdə. İndi də oyatdım ki, Feri, belə elədim ki, pişik var evdə. Oyandı, Allah göstərməsin, nə oyandı. Dedi ki, yəqin sən başın xarab olub. Yəni pişiyin evdə nə iş var ki? Belə sözlər dedi ki, məni niyə oyatdın sən canım falan dedi. Acıqlandı, çünki həqiqətən yata bilmir. Neynirsə yuxuya gedə bilmir. Dedi, getdi qonaq otağına. Hələ getməmiş də pərdələrimiz qaldırdı elə dedi. Bax, sən can, pişiyin burada nə işi var? Nəysə dedi, getdi. Mənim də özümə pis gəldi. Belə dedim ki, yəni yuxudan oyatdım. Yəni o qədər havalanmamışam da. Pişik bilirəm ki, düz yaxınımızdan gəlir. Kravatın altına əyildim, əlimdə telefon. İşığım verim ki, heç olmuyor, bir dənə kravatın altına baxam. Baxanda həmən o qara pişiklə göz-gözə gələsən. İnarsınız, hələ də ürpənirəm də. Deyirəm, gör necə sakit oturub orada. Sadəcə arada bir-iki dənə miau eləyib. Götürdüm Həsəni də, getdim qonaq otağına, yoldaşıma dedim ki, sən çıxar. İnanırsınız, bəlkə saat 1 saat, bir 40 dəqiqə onu oradan çıxarda bilməyib. Kalbasa verib, piş-piş eləyib, axırda hissləndi, neynədirsə çıxmadı. Nə qədər, ay pişik, gəl, sən kalbasa vermişəm, çıxdı yuxarı. Axır bir dəfə çıxdı 2-ci mərtəbə. Getdi orada divanın arxasına. İndi divanları nə hala qoyub, səslər eşidirəm ki, yuxarıdan gəlir. Yəni ki, pişik axşam başımızı oynat. Saat elə, bilmirəm, saat 2-yə işləyirdi. Gör, onunla yerinə girən adam 2-yə falan işləyirdi. Dedim, elə yoldaşım taxta falan çəkmişkən, altından püfə falan çıxdı. Onları tozları anlayım. Gecə saat 2-də mən ev tozları anlayırdım. Sizlə danışa-danışa bütün evlərdə səliqəyə saldım. Burada artıq yoldaşım deyib ki, gəl uşağa verim. Amma dedim ki, nə olar, bir dəqiqə gözlə. Bir dənə evi də tozları anlayım sonra. Cəmaət futbola baxır. Qarabağ uduzur. 2-0 verə. 2-0 Qarabağ uduzur. Dünyanın en iyi futbolcusu hansıdır? En güçlü. En güçlü futbolcusu. Ronaldo. Ha? Ronaldo. Hətta Ronaldo 3-cü yerdə. Messi. Hüseyn arada gəlir, belə suallar verir. Deyirəm ki, bilmirəm, o bilmirəm sualını qəbul eləmir. Deyir ki, ana açsın da bir də yanından da olsa dedə. Dünyanın ən güclü futbolçusu da Peleymiş. Şir vermişəm, evi təmizləyəndə bir paltar qoşmadınsa, bir də zibili çıxartmadınsa, elə bilirsən ki, iş nəsə yarım çıxdı. Zibil də çıxdı. Üstümdə bir rahatlıq var, biləsiniz. Çünki bunların hamısı mənim üstümdədir. Çünki buna montajda da vaxt ayırmalıyam. Bunlar gedəndən sonra rahatlaşıram. Gecələr Hüseynin ayaqqabısını yuyub qoyuram. Çünki səhər bunları eləyəndə çox vaxt gedirdi. Axşamdan
yuyub qoyanda bilirəm ki, indi sabahlar bir də geyinmək qalacaq. Bir də yemək qabına nəsə qoymağım qalacaq, suyu doldurmağım qalacaq. Əslində bu video o qədər uzun video idi. Çox balacalaşdırmışam, çox tezləşdirmişəm ki, sizə darıxdırıcı olmasın. Yoxsa ki, arasa bundan bir 20 dəqiqəlik video çıxardı. Heyf deyil, kimsə gələ, gündə 1 saat adam uşağını saxlaya və yaxud 2 saat uşağı saxlaya, adam evləri gül kimi eləyə. Düzdür, uşaq olandan elə də ev pis gündə olmur, tez-tez təmizləyirəm. Sadəcə olur ki, bəzi günlər çox ağlayır, həmən vaxtlar adamın işi qalır. Yaxşı ki, mövzular var, demisiniz ki, o mövzular barədə danışarıq. İnşallah danışarıq. Bu aralar videoları tez-tez montaj eləyib atıram. Çünki başqa bir video planım var, onu çəkmək istəyirəm deyə, yerim olsun deyə bunu tez montaj eləyib atıram. Həm də fikirləşirəm ki, uzun müddət ayrı qaldıq. Həm mən sizin rəylərinizdən, həm siz mənim vloqlardan. Ona görə də istədim ki, bunu tez montaj eləyim, yükləyim. İnşallah ki, bu kanalı birlikdə böyüdə bilməyimiz üçün də mütləq şəkildə abunə olmağı, rəy yazmağı və videonu bir saniyənizi ayırıb bəyənməyi unutmayın ki, kanalı biraz kəşfiyyətə düşə bilsin. Burada artıq videonu sonlandırmaq istəyirəm. Təşəkkür edirəm ki, izlədiniz. Sağ olun, gələn videolarda görüşmək üzrə.